Şəhid Cavad Babayev Gülverdioğlu. O, 1998-ci il 28 noyabrda Masallı rayonunun Qızılağac kəndində anadan olub. Qızılağac kəndi 2 saylı məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 2017-2018-ci illərdə Gədəbəy rayonunda N saylı hərbi hissədə xidmət edib. Çox zəhmətkeş biri olan Cavad, əskərliyini başa vurduqdan sonra işləməyə başlayıb. O, bir müddət qonşu Rusiyada, həmçinin Azərbaycanda tikinti sahəsində əmək fəaliyyəti ilə məşğul olub. Avtomobillərlə maraqlanmağı xoşlayardı. Arzularından biri şəxsi maşınının olması idi. Cavad xasiyyətcə gülərüz, mehriban, ailəsinə bağlı və dostcanlı biri olub. Şəhid, milli qəhrəman Mübariz İbrahimova və general Polad Həşimova böyük rəhbəti var idi. 2020-ci il 27 sentyabrda başlayan Qarabağ müharibəsinə könüllü şəkildə qatılır. Cəbrayıl və Qubadlı rayonları uğrundakı döyüşlərdə iştirak edib. Düşmənin mühasirəsi zamanı endirilən zərbə nəticəsində şəhadət zirvəsinə ucalıb. 2020-ci il 11 noyabr tarixində böyüyüb başa çatdığı Qızılağac kəndində dəfn edilib. Ailəsinə son etdiyi zəng zamanı anasına ola bilsin ki, şəhid oldum deyə bildirmişdi. Evin yeganə oğlu idi, subay idi. Vətən uğrunda cəsur döyüşçü, həmçinin Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Ruhu şad olsun.